Uşaqlar dünyaya valideynlərin gözü ilə baxırlar. Çünki başqa bir dünya tanımırlar. Bəli. Onların gözü ilə baxdığına görə onların yanaşmasını doğru həqiqət olaraq qəbul edirlər və buna görə formalaşırlar. Yəni bir şeyi seçsələr də orada ailənin təsiri var, seçməsələr də orada ailənin təsiri var. Gördükləri şeyin bənzərini də seçə bilərlər, gördükləri şeyin əksini də seçə bilərlər. Burada ailə modeli çox rol oynayır. Bir də bizdə bu partnyor seçim məsələsini dediniz. Orada şemalarımız var ki, şema terapiyadan bunu bilir. Şemalarımız formalaşır. Artıq bizdə bu tanış gəlmə belə bir şey var ki, məsələn, tutaq ki, birində ayrılıq şeması formalaşmışsa, o partnyor seçimində necə ola bilər? Müdafiə mexanizmləri var. Ya elə adam seçəcək ki, o insan həqiqətən də ayrılığa müsait bir insandır, rahat ayrıla biləcək insandır, ondan qaça biləcək insandır. Yəni bu artıq təslim modundadır şəxs. Özünü təslim edir elə bir. Və bəzi insanlar isə bu durumda qaçma modunu seçə bilər. Yəni ümumiyyətlə münasibətə girməməyə çalışa bilər və yaxud da ki, aşırı kompensasiya edə bilər. Yəni o qədər o şəxsin üzərinə gələ bilər, o qədər ona sıxma-boğma edər ki, o hara getdin, hardan gəldin falan, o özü yəni ondan çıxıb gedə bilər. Yəni hər üç halda yenidən şema özünü təsdiq eləmiş olur.